aranızda satqın var. Əqrəb düşmənçiliyi betərdir əjdahadan. Əjdaha aşkar vurur, əqrəb gizlər zaman. Deməli, biz əqrəbi qabaqlamalıyıq. Tələsmirik ki. Yox, gecikə bilərik. İndi gərək nəzarət eləyək ki, üsyana qədər bir nəfər də adadan çıxa bilməsin. Hə, bax, elə mən də onu demək istəyirdim. Həqir baxma mənə, kimsədən saqınma kəməyəm, fəqir padşahı hasan, gədayəm, möhtəşəməm. Əssalamu aleyküm bəşər evladları. Salam baba dərviş. Buyur baba. Gəl bizi ilə çörək kəs. Süfrəniz bərəkətli, eviniz abad olsun. Səfəriniz uğurlu, diləyiniz hasil olsun. Ya Allah. Allah Allah. Ölmədim, bugünü də gördüm. Müsəlmanla xaçpərəs bir süfrə başında. Şükürlər olsun sənə. Məzhəbin nədir baba dərviş? Mən ki dərvişəm, fəqirəm, padşah-ı aləməm, ruhi birəngəm, əgərçi rəngə girsəm, adəməm. Bu ki Nəsimi kəlamıdır baba dərviş. Bəli, Nəsimi kəlamı haqq kəlamdır. Əgər ki kamilsən, fəhm elə. Qorxmursan baba dərviş, Nəsimi kimi sənin də dərini soyarlar ha. Əqidə yolunda cəfaya dözmək, şəxsin ucalığına dəlalət eləyir. Mən cəfakeşəm, dərviş cəfakeş. Buyur baba dərviş, yol adamsın. Sağ ol evladım. Tələbindən artıq nemət insanı nəfsinə qul eylər. Bu tökülən qanlara, qırğınlara bais nəfs deyilmi? Süfrəniz bərəkətli olsun, sağ olun. Sağ ol baba dərviş.